Bir müddətdən sonra Amerika Birləşmiş Ştatlardan bizə cavab gəldi ki, bir nəfər Yaponiya vətəndaşı Masatsuga Koga həmən 12 əsərdən 8-ini auksiona təqdim edib. Auksionda da baxıblar, görüblər ki, bu kolleksiya Bremen muzeyinə aiddir. Onlarda belə kataloq var. Bütün hamısı müharibə vaxtı oğurlandığı əsərlər orada qeyd olunub. Kataloqdan bunlar görüblər ki, Almaniyanındır. Şübhələniblər, o Masatsuga Koga çıxıb aradan. Amma ki, bir müddətdən sonra Amerika Birləşmiş Ştatları xüsusi orqanları onu tutdular. Onu ilə həmçinin bir Danil İfraimov var idi, sonra Mişiyev var idi. Onları da saxlamışdılar. Həmçinin də bir xanım, mən adını demək istəmirəm, Azərbaycanda hüquq mühafizə orqanlarında şöbə rəisi işləyirdi. O bunu Azərbaycandan çıxartmışdı. Onun əri Azərbaycanda güləş üzrə dünya çempionu olmuşdu. O da iştirakçı idi və bu əsərlər orada saxlanılmışdı. Onlar mütləq qaydada bizə müraciət elədilər ki, bizlə birlikdə bu istintaq əməliyyat tədbirlərində iştirak edək. 2 dəfə mən Amerika Birləşmiş Ştatlarına yola düşdüm New Yorkda. Orada hətta məhkəmədə də iştirak elədim. Bizim gömrük işçilərini də bir neçəsini dəvət eləmişdilər və s. Və biz nail olduq ki, həmin rəsm əsərlərini o vaxt 157 dənəsini hansını ki tapdıq, bizim dövlətə, muzeyə qaytarıldı. 12 dənəsini isə o Bremenə aid olduğu üçün kataloqu məndə var. Maraqlansaz mən göndərə bilərəm. Və o dövrdə mənə Amerika Birləşmiş Ştatlarının baş prokurorun müavini bizim nazirliyə təşəkkür məktubu da göndərdi ki, Azad Məcidovla biz uzun dövr biz işlədiyorum mən də. Onlar neçə dəfə gəldi bura, biz getdik. Yəni ki, belə bir böyük cinayət şəbəkəsini biz ifşa edib, onları da sonradan biz axtarışa verdik. Həm orada onlar mühakimə elədilər, həm bizdə müəyyən adamları. Xanım orada hələ mühakimə oldu, qaldı. Heç gəlmədi də. İndiyəcən də yaşayır. Amma dünya çempionu indi rəhmətə gedib Azərbaycana gətirdik və mühakimə elədilər burada.